David Joseph Swartz, Böyük Düşüncənin Sehri. Ön söz. Bu böyük kitab niyə yazıldı? Böyük düşüncənin sehrinin bu qədər hərtərəfli müzakirəsinə nə ehtiyac vardı? Bu il onsuz da 12.000 kitab nəşr olunacaq. Daha bir kitaba gərək vardı mı? İcazə verin sizə kiçicik bir arayış verim. Bir neçə il əvvəl mən çox təsirli bir satış toplantısına şahid oldum. Toplantının təşkilatçısı şirkətin marketinq məsələləri üzrə vitse-prezidenti çox həyəcanlı idi. Hansısa məsələni heç bir şübhə və tərəddüdə yer qoymadan anlatmaq və hansısa əhəmiyyətli məqamları iştirakçıların beyninə yeritmək istəyən adam təəssüratı bağışlayırdı. Kürsüdə çıxış edərkən yanında şirkətin qabaqcıl bir satış nümayəndəsi də dayanmışdı. Olduqca sadə görünüşlü həmin əməkdaş cari ili $60.000 yaxın qazancla yekunlaşdırmışdı. Digər nümayəndələrin qazancı isə ortalama $12.000 idi. Vitse-prezident qrupa meydan oxuyurmuşcasına səsləndi. Harry'yə diqqətlə baxmağınızı xahiş edirəm. Ona nəzər salın. Harry sizdə olmayan nəyə sahibdir? Sizin hər birinizdən təxminən 5 dəfə artıq qazanıb. Bəlkə Harry sizdən 5 qat ağıllıdır? Kadrların keyfiyyət testlərinə əsasən, xeyr, özüm yoxlamışam. O bizim şöbənin orta səviyyəli işçilərindən biridir. Bəlkə Harry yoldaşlarından 5 dəfə çox işləyib? Xeyr, hesabatlar buna da mənfi cavab verməkdədir. Hətta o sizin çoxunuzdan daha tez-tez icazə haqqından istifadə edib. Harry'nin satış ərazisi sizinkindən daha yaxşı mı olub? Yenə də xeyr, deməli olacağam. Mühasibat sənədləri də mənimlə eyni fikirdədir. Çünki müştərilərin satın alma imkanları demək olar ki, eynidir. Yaxşı, bəlkə Harry daha savadlıdır, daha sağlamdır. Yenə xeyr. Bir şey istisna olmaqla Harry ilə sizin aranızdakı yeganə fərq Harry'nin daha əhatəli təfəkkür tərzidir. O 5 qat daha böyük düşünə bilir. Sonra vitse-prezident uğurun bir insanın beyin ölçüləri ilə deyil, fikir ölçüləri ilə təyin olunduğu barədə danışmağa başladı. Bu olduqca maraqlı fikir idi. Ağlıma batdı. İllər ərzində daha çox müşahidə etdikcə, daha çox insanla danışdıqca, uğurun arxasında duran sirri öyrənmək üçün daha çox araşdırma apardıqca, cavab daha da dəqiqləşdi. Ardıcıl baş verən oxşar hadisələr bank hesablarının xoşbəxtliyinin miqyasının və ümumi məmnuniyyətin insanın düşüncə tərzi ilə düz mütənasib olduğunu sübuta yetirdi. Böyük düşüncədə sehir var. Əgər böyük düşüncə bu qədər böyük işlərə qadirdirsə, bəs nə üçün hamı bu şəkildə düşünmür? Bu sual mənə dəfələrlə verildi. Cavabın belə olduğuna inanıram. Hamımız zənn etdiyimizdən çox ətrafımızdakı düşüncələrin məhsuluyuq. Bu düşüncələrin əksəriyyəti böyük deyil, kiçikdir. Ətrafınızda sizi çəkərək ikinci dərəcəlilər perspektinə sürməyə çalışan bir mühit var. Sizə haradasa hər gün həddən çox rəisin olduğunu və işləyənlərin azlığını deyirlər. Başqa sözlə desək, artıq liderlik fürsətinin qalmadığı, artıqlaması ilə şef olduğu və belə vəziyyətdə də kiçik adam olmaqla kifayətlənmək lazım gəldiyi deyilir. Amma bir həddən artıq rəis fikri həqiqətlə üst-üstə düşmür. Bütün peşələrin qabaqcıl insanları sizə mənə dedikləri kimi, məsələnin işləyənlərin çoxluğuna baxmayaraq, kifayət qədər lider olmamağında olduğunu deyəcəklər. Kiçik düşünən mühit başqa şeylər də deyə bilər. O sizə nə olar deyərək taleyin öz nəzarətinizdə olmadığını, alın yazısının öncədən yazıldığını diktə edir. Buna görə həmin xəyalları unudun. Daha yaxşı evdən, övladlarınız üçün daha yaxşı universitetdən ümidinizi üzün. Daha yaxşı həyatdan gözünüzü çəkin. Qədərinizə boyun əyin. Uzanın və ölümü gözləyin. Uğur o çəkilən əziyyətə dəyməz sözünü kim eşitməyib? Sanki zirvəyə yetişmək üçün ruhunuzu, ailə həyatınızı, vicdanınızı və dəyərlər sisteminizi satmağa məcbursunuz. Amma həqiqətdə uğur heç bir əvəz tələb etmir. Əksinə, irəliyə atılan hər addım sizə gələcəkdə daha bir şey qazandırır. Əlavə olaraq bu mühit bizə həyatdakı yüksək nöqtələr uğrunda həddindən artıq çox rəqabət olduğunu deyir. Bəs görəsən, həqiqətənmi belədir? Bir insan resursları müdiri mənə ildə $10.000 vəzifələr üçün 250 dəfə, $50.000 vəzifələr üçün 50 dəfə
müraciət olunduğunu dedi. Bu, birinci dərəcəlilər küçəsində rəqabətin ikinci dərəcəlilər küçəsinə nisbətən 5 dəfə az olduğunu göstərir. Azsaylı insanların toplaşdığı birinci dərəcəlilər prospektində saysız hesabsız boş iş yeri cürət edib geniş və böyük düşüncəyə sahib olduğunu irəli sürən namizədləri gözləməkdədir. Böyük düşüncənin sehrini dəstəkləyən əsas prinsip və qavramalar ən etibarlı mənbələrdən, yer üzündə yaşamış ən dərin və yüksək düşüncəli müdrik beyinlərdən gəlməkdədir. İnsan öz üzərində düşündüyü kimidir deyən Davud Peyğəmbər, böyük insanlar düşüncələrin dünyanı idarə etdiyini görürlər deyən Emerson, İtmiş cənnət əsərində ağıl öz yerindədir, o öz daxilində cəhənnəmi cənnətə, cənnəti cəhənnəmə çevirə bilər deyən Milton kimi zəkalar, hər şeyi pis və ya yaxşıya çevirən təfəkkür mövcuddur müşahidəsinə sahib Shakespeare kimi yüksək qavrayışlı zehinlər. Bəs bu fikirlərin doğruluğunu necə sübut etmək olar? Böyük mütəfəkkirlərin haqlı olduqlarını necə öyrənə bilərik? Ədalətli və doğru suallarla. Sübut və dəlillər sayılan seçilən insanların həyatından gəlir. Qazanılan uğurlar, əldə olunan nailiyyətlər, xoşbəxtliklər böyük düşüncənin möcüzə yaratdığını aşkara çıxarır. Burada təqdim etdiyimiz sadə addımlar sınaqdan çıxarılmamış, yoxlanmamış nəzəriyyələr deyil. Həyatda rast gəlinən hallar üçün sübut olunmuş yanaşma tərzi və bəşəriyyətin xeyrinə olan və ovsun kimi işləyən, tətbiq oluna bilən addımlardır. Bu səhifəni oxumaqda olmağınız böyük uğurlarla maraqlanmağınızın sübutudur. Siz arzularınızın reallaşmasını istəyirsiniz. Siz yaxşı bir həyat standartlarından məhrum olmaq istəmirsiniz. Bu həyatdan layiq olduğunuz bütün gözəllikləri verməsini diləyirsiniz. Uğura qarşı maraq duymaq mükəmməl xüsusiyyətdir. Sizin daha bir təqdirə layiq xüsusiyyətiniz də var. Bu kitabı əlinizdə tutmağınız, getmək istədiyiniz nöqtəyə aparan vasitələri tapacaq zəkanızın varlığına işarədir. Bir şey hasil edərkən avtomobil, bina, körpü, ev, alət və vasitələrə ehtiyacımız var. Çoxları uğurlu bir həyat qurma cəhdində və təşəbbüsündə onlara kömək olacaq vasitələrin varlığını yaddan çıxarır. Siz isə unutmamısınız. O halda bu kitabdan həqiqi fayda əldə etmək üçün lazım gələn iki əsas xüsusiyyətə, böyük uğur arzusu və bu uğuru reallaşdırmanıza kömək edəcək vasitələri seçmək üçün zəkaya sahibsiniz. Böyük düşüncəni sizə zəngin həyat tərzi, böyük xoşbəxtlik, böyük uğurlar, böyük gəlir, çoxlu dostlar, sizə qarşı duyulan dərin hörmət və ehtiram bəxş edəcək. Bu qədər ümidlər və vədlər vermək kifayətdir. Düşüncənizi sehirli gücə necə çevirə biləcəyinizi kəşf etmək üçün elə indi dərhal başlayın. Böyük filosof Dizraelinin bu fikri ilə işə girişin. Həyat kiçik olmaq üçün çox qısadır. Bu kitab sizin üçün nə edəcək? Bu kitabın hər fəslində çox istədiyiniz uğuru, xoşbəxtliyi və məmnunluğu əldə etmək üçün böyük düşüncənin möhtəşəm gücündən istifadə etmənizə imkan verəcək müxtəlif həyatı fikirlər, üsul və prinsiplərlə rastlaşacaqsınız. Hər üsul həqiqi həyat hekayələri ilə izah olunmuşdur. Sadəcə nə edəcəyinizi öyrənməklə kifayətlənməyib, eyni zamanda real vəziyyət və məsələlərdə hər bir texnikadan, üsuldan necə istifadə edəcəyinizi görəcəksiniz. Bu daha əhəmiyyətli məqamdır. Bu kitab məhz bunlara necə nail ola biləcəyinizi göstərəcək. 1. İnamın gücü ilə uğur qazanmağa cəhd etmək. Bacaracağınıza inanaraq uğur əldə etmək. İnamsızlığa və onun əmələ gətirdiyi bədbinliyə qalib gəlmək. Daha güclü inamın köməyi ilə daha böyük nəticələr əldə etmək. Zehninizi nikbin fikirlər yaratmağa sövq etmək. İnamın gücünü qüvvətləndirmək və inkişaf etdirmək. Dəqiq uğura nail olmaq üçün proqram tərtib etmək. 2. Özünüzü uğursuzluq və bəhanə gətirmək xəstəliyinə qarşı peyvənd etmək. Sığortalanmaq. Sağlamlığa münasibətinizin arxasında duran sirri öyrənmək. Söhbət bəhanəsinin qarşısını almaq üçün 4 nikbin addım. Düşüncə gücünün zəkadan daha vacib olmasının səbəbini aşkara çıxarmaq. Beyninizdən məlumat anbarı kimi yox, düşüncə üçün istifadə etmək. Beyin bəhanəsini müalicə etmənin 3 asan və sadə üsulunda püxtələşmək. Yaş məsələsinin çox cavan və ya çox yaşlı olma, öhdəsindən gəlmək.
Bəxt bəhanələrinə qalib gəlin və yaxşı bəxti özünüzə cəlb edin. 3. Qorxunu yox etmək və özünə inamı gücləndirmək üçün fəaliyyət üsulundan istifadə. Yaddaşınızdan özünə inam bazanızı artıracaq istiqamətdə idarə etmək. Başqalarına qarşı qorxunu aşmaq. Vicdan rahatlığınızı təmin edərək özünüzə inamınızı artırmaq. İnamla hərəkət edərək inamlı düşüncəyə yetişmək. Özünə inamı gücləndirmək və qorxunu məğlub etmək üçün 5 müsbət addımı mənimsəmək. 4. Uğur miqyasının düşüncə tərzinizlə düz mütənasib olduğunu kəşf etmək. Real imkanlarınızı yoxlamaq üçün malik olduğunuz xüsusiyyət və bacarıqları öyrənmək. Həqiqətən böyük olduğunuz qədər böyük düşüncəyə sahib olmaq. Böyük düşüncənin söz bazasını formalaşdırmaq üçün 4 bəlli addım. Gələcəkdə nələr edə biləcəyinizi xəyalınızda canlandıraraq daha geniş düşünmək. Əşyalara, insanlara və özünüzə dəyəri artırmaq. Böyük düşüncəni öz işinizdə gözdən keçirin. Əhəmiyyətsiz şeylərdən imtina edib həqiqətən vacib məqamlar üzərində cəmləşmək. Özünüzü yoxlamaq və təfəkkür gücünüzün həqiqi böyüklüyünü öyrənmək. 5. İşləri həll etməyin yeni və daha faydalı yollarını tapmaq üçün yaradıcı düşüncədən istifadə. Yaradıcı gücü tətbiq ediləcəyi inamı ilə inkişaf etdirmək. Düşüncənizi donuqlaşdıran ənənəvi fikirlərə qarşı mübarizə aparmaq. Yaradıcılığınız sayəsində daha çox və daha yaxşı işlər ortaya qoymaq. Qulaqlarınızı və zehninizi açaraq yaradıcılığı gücləndirməyin 3 açarından istifadə. Düşüncəni elastikləşdirmək, görüş diapazonunu genişləndirmək və zəkanı hərəkətə gətirmək. Düşüncənin nəticəsi olan ideya və fikirlər yaratmaq və onları inkişaf etdirmək. 6. Əhəmiyyətli görünüb, əhəmiyyətli olduğunuzu fikirləşməyi təmin etmək. Gördüyünüz işin əhəmiyyətli olduğunu düşünərək əhəmiyyətli olmaq. Özünü özünə satmaq, reklamını yaratmaq. Düşüncə səviyyəsini yüksəltmək yolu ilə əhəmiyyətli insanlar kimi düşünmək. 7. Ətrafınızdakilərin sizə faydalı olmasını təmin etmək. Cılız insanların sizi işdən soyutmasına mane olmaq. İş şəraitinə hakim olmaq və onu nizamlamaq. İstirahət vaxtlarında bol-bol psixoloji, əhval-ruhiyyə və güc əldə etmək. Ətrafdakı zərərli fikirlərdən qorunmaq və təmizlənmək. Yerinə yetirəcəyiniz hər bir işi yüksək səviyyədə, ən keyfiyyətli şəkildə ortaya qoymaq. 8. Məqsədinizə çatmaq üçün sağlam mövqelər tapmaq, onları gücləndirmək. Hərəkətə keçmək, həyəcan duymaq. Həqiqi həyəcanın təsir gücünü inkişaf etdirmək. Siz əhəmiyyətlisiniz inamını gücləndirmək. İlk növbədə iş prinsipini mənimsəyərək daha çox pul qazanmaq. 9. Başqa insanlara düzgün münasibət bəsləyib onların dəstəyinə nail olmaq. Daha xoşagəlimli olmaqla yüksəlməni asanlaşdırmaq. Dostluq və tanışlıq münasibətləri qurarkən təşəbbüsü əldən verməmək. İnsanlar haqqında yalnız və yalnız müsbət fikirdə olmaq üsulunda ustalaşmaq. Söhbət əsnasında və ünsiyyətdə cömərd davranmaqla çoxlu dostluq və tanışlıq qurmaq. Uğursuzluq və yaxud hansısa maneə ilə rastlaşdığınız vaxtda belə dərindən düşünmək. 10. Daim fəaliyyət halında olmaq vərdişinə yiyələnmək. Şərtlərin münasib olmasını gözləməmək. İdeyalarınızı həyata keçirmək üçün nələrisə etməyi qərarlaşdırmaq. Qorxuya qalib gəlmək və özünə inamı gücləndirmək üçün aramsız fəaliyyətdən faydalanmaq. Zehni fəaliyyətin sərhədlərini kəşf etmək. İndi sözünün sehrindən yararlanmaq. Çəkinmədən danışmaq vərdişi əldə edərək özünüzü daha da gücləndirmək. Təşəbbüskarlıq, xüsusi fəaliyyət tipi formalaşdırmaq. 11. Məğlubiyyətin sadəcə psixoloji hal olduğunu dərk etmək. Hər bir müvəqqəti uğursuzluqdan və maneədən ibarət dərsi götürmək. Müsbət özünü təsdiqin gücündən istifadə etmək. Təkid, qərarlılıq və sınaqdan keçirmək yolu ilə müsbət nəticələr əldə etmək. Hər vəziyyətin müsbət cəhətlərini görüb ruh düşkünlüyünü özündən uzaqlaşdırmaq. 12. Həyatda haraya getmək istədiyinizi tam dəqiqliklə təyin etmək. 10 illik məqsədlərinizi tərtib etmək üçün yol xəritəsindən istifadə. Uğura zərbə vuran 5 ölümcül yanaşmadan yayınmaq.
Dəqiq məqsədlərinizi təyin edərək gücünüzü artırmaq, uğur qazanmağınız və çox bilməyinizə yardım edəcək məqsədləri müəyyənləşdirmək, 30 günlük inkişaf planı ilə məqsədə çatmaq, gələcək qazanclarınız üçün özünüzə sərmayə qoymaq. 13. Liderliyin 4 təməl prinsipini öyrənmək. Özünüzü təsir göstərmək istədiyiniz insanların yerinə qoymaq üçün bacarıqlarınızı artırmaq. İnsan ol yanaşma tərzindən faydalanmaq. İrəliləməyi fikirləşmək, inanmaq, təkidlə istəmək, cəhd göstərmək. Qabaqcıl düşünən şəxs olub-olmadığınızı öyrənmək üçün özünüzü sınaqdan keçirmək. Yüksək düşüncə gücünüzü işə salmaq. Həyatdakı ən çıxılmaz məqamlarda böyük düşüncənin sehrindən istifadə etmək. Birinci fəsil. Bacara biləcəyinizə inanın. Bacaracaqsınız. Uğur bir çox əsrarəngiz, müsbət mənaları ifadə edir. Uğur şəxsi rifahdır. Yaxşı ov, istirahət, səyahət, yeniliklər, maddi təminat və arxayınlıq, övladlarınız üçün geniş imkanlar və s. Uğur, təqdir olunmaq, liderlik, iş və ictimai həyatınızda insanlar tərəfindən hörmət edilən, həsəd aparılan bir şəxs olmaq deməkdir. Uğur, azadlıq deməkdir. Qayğılardan, narahatlıqlardan, peşmançılıqlardan, ruh düşkünlüyündən və uğursuzluq qorxusundan qurtulmaqdır. Uğur, özünə hörmət deməkdir. Daima həyatdan daha çox həqiqi xoşbəxtlik və məmnuniyyət duymaq, sizə yaxın və bağlı olan insanlardan ötürü daha çox şey edə bilməkdir. Uğur, qazanmaq deməkdir. Uğur, qalib gəlmək deməkdir. Uğur, qalib gəlmək, qazanmaq, həyatın mənası və məqsədidir. Hər insan qələbə istəyər. Hamı bu həyatın təqdim edə biləcəyi ən yaxşı şeyləri arzulayar. Heç kimin sürünə-sürünə yaşamaqdan, adi bir ömür sürməkdən xoşu gəlməz. Heç kim özünün ikinci növ insan kimi uğursuzluğa məhkum edildiyini düşünmək istəməz. İnsanı uğura aparan müdrikliyin tətbiqində ən təsirli nüanslardan biri inam gücünün dağları belə yerindən oynada bildiyini ifadə etməsidir. Dağları yerindən oynada biləcəyinizə inanın. Həqiqətən inana bilsəniz, bunu bacararsınız. Çox adam dağı yerindən tərpədə biləcəyinə inanmaz. Bunun nəticəsi olaraq əksər insanlar buna heç cəhd də göstərməzlər. Yəqin belə bir ifadəyə də rast gəlmisiniz. Sadəcə, ey dağ, hərəkət elə deyərək dağı yerindən tərpədə biləcəyinə inanmaq gülüncdür. Bu qətiyyən mümkün deyil. Belə fikirləşən insanların ağlındakı inan və arzu anlayışları qarmaqarışıq vəziyyətdir. Reallıq dağı yerindən sadəcə arzulamaqla tərpətmək olmaz deyir. Özünüzü müdiriyyət vəzifəsinə çəkməyi arzu edə bilməzsiniz. Arzularla özünüzü 5 otaqlı evə, 3 hamamı olan bir villaya köçürə bilməzsiniz. Sadəcə arzu edərək özünüzü lider postuna çəkə bilməzsiniz. Amma hansısa dağı inan vasitəsilə yerindən tərpədə bilərsiniz. Müvəffəqiyyət qazanacağınıza inanaraq uğur əldə edə bilərsiniz. İnam gücündə sehirli və metafizik heç nə yoxdur. İnanc öz təsirini belə göstərir. O, mən nikbinəm mövqeyinə keçə bilmək üçün lazım gələn güc və qabiliyyət yaradır. Mən nikbinəm, mən bacararama həqiqətən inansanız, bunu necə etməli olduğunuz öz-özünə ortaya çıxacaq. Hər gün dünyada bir çox gənc yeni işlərdə fəaliyyətə başlayır. Hamısı da nə vaxtsa zirvəyə yüksəlməyi arzulayır. Lakin bu gənclərin əksəriyyəti yuxarı pillələrə yüksəlməyə lazımı qədər inanmırlar. Ona görə də zirvəyə qalxa bilmirlər. Yüksəlmənin mümkün olmadığına inandıqlarına görə zirvəyə gedən pillələri kəşf edə bilmirlər. Onların bu davranışları ortabab adi insanın mövqeyidir. Lakin bu gənclərin az bir hissəsi bacaracağına ürəkdən inanır. Onlar işlərinə zirvəyə yüksələcəm mövqeyindən yanaşır. Həqiqətən də sağlam inancla yüksəyə qalxırlar. Bu gənclər bacaracağına, bunun mümkünsüz olmadığına inanaraq təcrübəli idarəçilərin davranışlarını izləyir və müşahidə edirlər. Uğur qazanmış insanların məsələlərə necə yanaşdıqlarını və necə qərar verdiklərini öyrənirlər. Uğur qazanmış insanların reaksiyalarına diqqət yetirirlər. Bir işi görə biləcəyinə inanmış adamlara daima bunu necə edəcəyi bilgisi də gəlir. 2 il əvvəl gənc qadın tanışım mobil ev satışı ilə məşğul olan bir filial açmaq qərarına gəldi.
Çoxları ona vaz keçməsi, bunu bacara bilməyəcəyi istiqamətində tövsiyələr verirdilər. Ən çoxu $3000 sərmayəsi vardı. Bu işə başlamaq üçün $3000-dan qat-qat artıq 3 sərmayəyə ehtiyacı olduğunu söyləmişdilər. Rəqabətə bax, dedilər. Üstəlik sənin nəinki mobil ev satmaqda, hətta şirkət idarə etməkdə belə təcrübən yoxdur. Amma bu gənc xanımın özünə inamı və bacara bilmək qabiliyyəti var idi. Sərmayəsinin kifayət etmədiyini, bazarda rəqabətin çoxluğunu və təcrübəsizliyini dərhal qəbul etdi. Lakin dedi, əldə etdiyim bütün məlumatlar mobil ev bazarının genişlənəcəyini təsdiqləyir. Bununla kifayətlənməyib, mümkün rəqiblərimi də araşdırmışam. Bu şəhərdə mobil ev satışı ilə məşğul olanların hamısından yüksək nəticə əldə edəcəyimi bilirəm. Şübhəsiz, müəyyən səhvlərə yol verə bilərəm, amma sürətlə zirvəyə yüksələcəyəm. Yüksəldi də. Sərmayə tapmaqda biraz çətinlik çəkdi. Bu işdə uğur qazanacağına olan sarsılmaz inamı ona 2 sərmayədarın etibarını qazandırdı və mütləq bir inamla təchiz olunmuş halda mümkünsüzü bacardı. Mobil ev istehsalçılarından biri ona məhdud sayda olsa da heç bir ilkin ödəniş, depozit, avans tələb etmədən satış bazası verdi. Keçən il ən azı $1 milyon məbləğində mobil ev satdı. Gələn il deyir, $2 milyon keçəcəyimi gözləyirəm. İnam güclü inam zəkamızı yeni yollar, üsullar, vasitələr və nə etməli olduğumuzla bağlı tətikləyir və təhrik edir. Bacara biləcəyimizə inanmaq başqalarının da bizə inanmasına və etibar etməsinə səbəb olur. Çoxları inama əhəmiyyət vermir. Uğur diyarının sakinləri kimi, bəziləri isə əksinə. Bir neçə həftə əvvəl Amerikanın orta qərb vilayətlərindən birinin yollar idarəsində işləyən dostum mənə dağları yerindən tərpətmək misalına aid bir təcrübə barədə danışdı. Keçən ay şübhəmiz yolların inkişafı proqramı çərçivəsində 8 körpü dizaynı hazırlanmalı olan bir şirkət seçmək üçün tender elan etmişdi. Körpülər $5 milyon tikiləcəkdi. Seçilən mühəndislik şirkətinə dizayn və layihə hazırlamaq üçün 4%, yəni ki, $200,000 ödəniləcəkdi. Bu sahədə 21 şirkətlə görüşdüm. Ən böyük 4 şirkət dərhal təklif göndərməyə qərar verdi. Yerdə qalan 17 şirkət isə kiçikdir. Cəmi 3-7 mühəndisləri vardı. Layihənin miqyası bu 17 şirkətin 16-sını qorxutdu. Layihəni gözdən keçirib başqaları yırğaladılar və cavab olaraq əslində bu iş bizim üçün çox böyükdür. Kaş bacara biləydik. Amma buna cəhd etmək belə mənasızdır, dedilər. Amma bu biri cəmi 3 mühəndislə fəaliyyət göstərən şirkət planları müzakirə etdi və bunu bacararıq, təklifimizi təqdim edəcəyik, dedi. Təklifi etdilər və tenderi də uddular. Dağları yerindən tərpədə biləcəyinə inanan insanlar nail olurlar. Tərpədə bilməyəcəyinə inananlar isə bacarmazlar. İnam bacara bilmək gücünü qızışdırır və hərəkətə keçirir. Əslində, indiki dövrdə inam dağları yerindən tərpətməkdən daha böyük işlər bacarmaqdadır. Bugün kosmik kəşflərimizdəki ən əsas, bəlkə də yeganə faktor kosmosa hakim olmaq inamıdır. İnsanın kosmosa səyahət edə biləcəyinə qəti və sarsılmaz inamı olmasaydı, elm adamlarımızın daha irəli getməyə cəsarəti çatmaz, maraq və həyəcan hiss etməzdilər. Xərçəngin müalicəsinə olan inam əvvəl-axır nəticəsini verəcək. Xərçəngin müalicəsi üçün çarələr ortaya çıxaracaq. La-Manş boğazının dibindən İngiltərəni materikə bağlayan tunelin inşaatı barədə söz-söhbətlər illərlə davam etmiş və bu tunelin tikilməsinə cavabdeh insanların bu işi bacara biləcəklərinə inamla həyata keçmiş, reallaşmışdır. Bütün möhtəşəm kitabların, musiqilərin, filmlərin, elmi kəşflərin arxasında duran tətikləyici güc və inadçılıq qüvvəsi böyük nəticələrə inamla bağlıdır. Hər uğurlu işin, quruluşun və təşkilatlanmanın arxasında uğuru olan inam dayanır. Müvəffəqiyyətə inam, uğurlu insanların birinci dərəcəli, mütləq surətdə vazkeçilməz xüsusiyyətidir. Bacara biləcəyinizə inanın. Sözün əsl mənasında inanın. Bacara bilərsiniz. Bacaracaqsınız. İllər ərzində işgüzar təşəbbüslərdə və cürbəcür işlərdə uğursuzluğa düçar olmuş çoxlu insanla ünsiyyətdə olmuşam. Uğursuzluq üçün xeyli səbəb və bəhanə eşitmişəm.
Uğursuzluqlar barədə söhbətlər genişləndikcə son dərəcə vacib bir amil meydana çıxdı. Uğursuzluqla qarşılaşan insanın dilindən necə deyilməsindən asılı olmayaraq adətən, düzünü deyim, heç işə yarayacağını fikirləşmirdim. Yaxud hələ heç başlamamışdan şübhələrim, narahatlığım var idi. Əslində işin alınmamasına elə də təəccüblənmədim sözləri çıxır. Yaxşı, yoxlayacam, sınayacam. Amma faydalı olacağını, nəticə verəcəyini zənn etmirəm. Yanaşması uğursuzluğa səbəb olur. İnamsızlıq, inancsızlıq mənfi gücdür. Ağıl inanmadığı yaxud şübhə duyduğu vaxt inamsızlığı möhkəmlədir. Ona yardım edərək bəhanələr, səbəblər ortaya çıxarır. Əksər uğursuzluqlara səbəbkar inamsızlıq, şübhə, qorxu, şuuraltı istəksizlik, bacarmağı həqiqətən istəməməkdir. Şübhələri düşünün, uğursuzluğa düçar olun. Qalibiyyətləri fikirləşin, uğur əldə edin. Bu yaxınlarda cavan bir xanım yazıçı ilə onun yazmaq həvəsi barədə söhbətləşirdik. Bu əsnada öz sahəsindəki ən yaxşı yazıçılardan birinin adı çəkildi. O, dedi, cənab X, möhtəşəm bir yazıçıdır. Onun qədər uğur qazana bilmədiyim üçün təəssüf edirəm. Onun bu mövqeyi məni peşmançılığa uğratdı. Çünki o məşhur yazıçını tanıyırdım. Çox qabiliyyətli, çox bacarıqlı, yüksək dərəcədə özünə inama sahibdir. O ən yaxşılardan biri olduğuna inanır, beləliklə ən yaxşı mövqe tutur və yaxşı nəticələr nümayiş etdirirdi. Liderə hörmətlə yanaşmaq yaxşı xüsusiyyətdir. Ondan öyrənin, amma ona pərəstiş etməyin. Daha yaxşısını edə biləcəyinizə inanın. Daha yaxşısını bacara bilmərəm mövqeyinə lövbər salanlar yerində addımlayarlar. Buna bu cəhətdən nəzər salın. İnanc, həyatda nə bacaracağınızı tənzimləyən vasitədir. Adiliyin içində çabalayan və ayaqlarını sürüyə-sürüyə irəliləyən bir tanışınızı analiz edin. O dəyərsiz olduğuna inanır, buna görə də az ilə kifayətlənir və az alır. Böyük işlər görə biləcəyinə inanmır və görə də bilmir. Əhəmiyyətsiz olduğuna inanır, ona görə də elədiyi hər şeydə əhəmiyyətsizliyin izi var. Vaxt keçdikcə özünə inamsızlığı danışığına, yerişinə, hərəkət və davranışına sirayət edir. Vasitələrin yenidən irəliyə doğru tənzimlənmədikcə öz gözündə qiyməti azalır, getdikcə kiçilir və digər insanlar bizim özümüzdə gördüyümüzün eynisini gördükləri üçün ətrafdakı insanların gözündə də cılızlaşır. İndi isə inkişaf etməkdə və qabağa getməkdə olan insana fikir verin. O çox dəyərli olduğuna inanır və çox alır. Böyük, çətin işlərin öhdəsindən gələ biləcəyinə inanır və gəlir də. Etdiyi hər şey insanlarla münasibətlərində özünü aparması, xarakteri, fikirləri, dünya görüşü, baxış bucağı, bax budur əsl peşəkar, çox vacib bir adamdır, dedizdirir. İnsan öz fikirlərinin böyük inamın məhsuludur. Vasitələrinizi irəliyə doğru tənzimləyin. Bacara biləcəyinizə olan dürüst, səmimi inamla uğur cəhdinizi işə salın. İnamınız böyük olsun. Böyük inkişaf xətti çəkin və yüksəlin. Bir neçə il öncə Detroitdə bir qrup iş adamı qarşısında çıxış etdikdən sonra onlardan biri yanıma gəldi. Özünü təqdim etdi və mənə çıxışınızdan həqiqətən zövq aldım. Bir neçə dəqiqə vaxt ayıra bilərsinizsə sizə bir əhvalat danışmaq istəyərdim, dedi. Qısa müddət sonra bir kafedə oturub içkilərimizi gözləməyə başladıq. Ağlınızın sizin əleyhinizə işləməsinə icazə vermək əvəzinə sizin üçün çalışmasını təmin etməklə əlaqədar dediklərinizlə üst-üstə düşən şəxsi təcrübəm var, deyə sözə başladı. Özümü adilik dünyasından çəkib yüksəklərə necə çıxardığımı heç kimə deməmişdim, amma sizə danışmaq istəyirəm, deyərək davam etdi. Sizi dinləməkdən böyük zövq alaram, dedim. Cəmi 5 il əvvəlcədən asta addımlarla irəliləyən, qəlibçiliklə məşğul olan adi bir insan idim. Orta standartlarda adi bir yaşayış qurmuşdum. Amma ideal həyat tərzindən çox uzaq idim. Evimiz kiçik idi. İstədiyimiz çox şey üçün pulumuz çatmırdı. Xanımım da sağ olsun şikayətlənmirdi. Lakin xoşbəxt olmaqdan çox taleyinə boyun əymiş olduğu bəlli idi. Təmiz ürəkli həyat yoldaşımı və 2 övladımızı necə məyus etdiyimi gördükcə həqiqətən ürəyim ağrıyırdı. Bugün isə hər şey tamamilə fərqlidir deyib davam etdi.
İndi bizim 800 kvadrat metr ərazidə inşa olunmuş bir evimiz və buradan bir neçə 100 kilometr şimalda isə bağ evimiz var. Artıq uşaqlarımızı yaxşı bir universitetə göndərə biləcəyimizin nigaranlığını çəkmirik. Xanımım yeni paltarlara pul xərcləyərkən özünü heç də pis hiss etmir. Gələn yay ailəvi bir aylıq istirahət üçün Avropaya uçacağıq. İndi həqiqətən yaşayırıq. Bütün bunlar necə baş verdi, deyə soruşdum. Hər şey bu axşam sizin dediyiniz inamın gücündən istifadə etməklə dəyişdi. 5 il əvvəl burada Detroitdə bir qəlibçi şirkətinin olduğunu eşitdim. O vaxtlar Clevelanddə yaşayırdıq. Biraz pul qazanmaq ümidi ilə o şirkətə iş üçün müraciət etməyə qərar verdim. Bazar gününün axşamı ertədən buraya gəldim. Görüş isə bazar ertəsi günü olmalıydı. Yeməkdən sonra otel otağında oturdum və bir səbəbə görə özümdən sözün əsl mənasında iyrəndim. Niyə deyə soruşdum özümdən. Mən nə üçün orta təbəqəli uğur qazanmayan insanam? Nəyə görə bu qədər kiçik imkanlara malik bir işə girmək üçün cəmfəşanlıq edirəm? Hətta bugün də məni hərəkətə gətirən şeyin nə olduğunu bilmirəm. Amma otel kağızlarından birini götürdüm və illər ərzində yaxşı tanıdığım, məni həm qazanc miqdarı, həm də vəzifə cəhətdən ötüb keçmiş 5 nəfərin adını yazdım. İkisi şəhərin gözəl məhəllələrinə köçmüş köhnə qonşularımdır. Digər ikisi şirkətlərində işlədiyim adamlardır. Üçüncü isə qaynımdır. Sonra yenə də nə səbəbə bunu eləməyə qərar verdiyimi bilmirəm. Özümə sual verdim. Bu 5 tanışım daha yaxşı şeylərin xaricində məndə olmayan nəyə sahibdirlər? Ağıl cəhətdən müqayisə etdim. Səmimi deyim, məndən ağıllı olduqlarını zənn etmirəm. Düzü təhsil, savad, qərarlılıq, fərdi bütövlük və vərdişlər cəhətdən də məndən daha yaxşı olduqlarını demək mümkün deyildi. Nəhayət, insanın davamlı olaraq eşitdiyi başqa bir uğur faktoruna gəlib yetişdim. Təşəbbüs. Etiraf etmək xoş deyildi. Amma bu belə idi. Bu məqamda mənim göstəricilərim tanışlarımdan açıq-aşkar zəif idi. Gecə saat 3-ə qalmışdı. Amma zehnim təəccüb doğuracaq dərəcədə gümrah və təmiz idi. Birinci dəfə idi. Öz zəif cəhətimi görmüşdüm. Daim kilitləndiyimi, böyük işlərə girişməkdə həvəssiz olduğumu kəşf etdim. Daima xırda işlərin arxasınca qaçmışdım. Özümü daha da çox analiz edib dərindən düşündükcə təşəbbüskarlıqdan məhrum olduğumun, kasad qalmağımın səbəbini tapdım. Daxilən çox da dəyərli olduğuma inanmırdım. Gecənin irəliləyən saatlarında elə oradaca oturub özümə qarşı inamsızlığımın üzərimdə necə bir hakimiyyət qurduğunu və ağlımı necə öz əleyhimə işlətdiyimi gözdən keçirdim. Öz-özümə necə irəliləyə biləcəyimi fikirləşmək əvəzinə niyə irəliləyə bilmədiyimi təkrarlaya durduğumun fərqinə vardım. Özümü cılız görür və layiq olduğum qiyməti vermirdim. Etdiyim hər şeydə özümü dəyərsiz hiss etmə əlamətlərinin mövcud olduğunu başa düşdüm. Yalnız o zaman ağlıma özümə inanana qədər başqa heç kimin mənə inanmayacağı fikri gəldi. O anda qərar verdim. Özümü ikinci növ hiss etməkdən əl çəkirəm. İndidən etibarən özümü kiçik görməyəcəyəm və ucuz satmayacağam. Səhər o özünə inamın yerində idi. İş müsahibəsi əsnasında yenicə əldə etdiyim inamımı ilk dəfə sınaqdan keçirməyə qərar verdim. Görüş üçün Detroit'a gəlməmişdən qabaq o vaxtki maaşımdan $750 yaxud $1000 daha artıq maaş tələb edə biləcəyimi düşünürdüm. Ancaq indi bu rəqəmi $3500 yüksəltdim. Çünki artıq dəyərli və bahalı bir insan olduğumu anlamışdım. İşi aldım. Özümü yaxşı satdım. Çünki o uzun şəxsi analiz gecəsinin sonunda özümdə məni daha çox əhəmiyyətli, yararlı edən xüsusiyyətlər tapmışdım. Həmin işi əldə etdikdən sonra 2 il ərzində işini bacaran adam kimi etibar qazandım. Sonra bazarda durğunluq başladı. Bu mənə daha da qiymət qazandırdı. Çünki o sahədə ən yaxşı iş həll edənlərdən biri idim. Şirkət yenidən quruldu. Yenidən qurma baş verdi. Mənə əhəmiyyətli miqdarda hissə payı və həm də daha çox məvacib təyin olundu. Özünüzə inanın, onda yaxşı işlər baş verəcək. Beyniniz bir fikir zavodudur. Gün ərzində saysız hesabsız fikir istehsal edən, gərgin işləyən işgüzar bir fabrikdir.
Fikir zavodunuzdakı istehsala 2 istehsalat rəisi cavabdehlik daşıyır. Bunlardan birinə qalib, digərinə isə məğlub adı verəcəyik. Cənab Qalib Nikbin fikirlər istehsalına cavabdehdir. O, nələri bacara biləcəyiniz, nə üçün bacarıqlı olduğunuz, nədən ötürü bacaracağınızla bağlı səbəbləri istehsal etmək üzrə ixtisaslaşmışdır. O biri rəis cənab, məğlub isə mənfi, bədbin, tənqidçi, hər şeyi cılız görən fikirlər istehsal edir. O nəyə görə bacara bilməyəcəyinizin, nə üçün aciz olduğunuzun səbəblərinin, daha doğrusu bəhanələrinin inkişaf etdirilib gücləndirilməsi sahəsində mütəxəssisdir. Onun ixtisas sahəsi nə üçün uğur qazanmayacaqsınız fikir şəbəkəsidir. Cənab Qalib də, cənab Məğlub da çox itaətkardır. Onlar ən xırda zehni arzuları yerinə yetirməyə hazırdırlar. İstəklərə dərhal diqqət yetirir və o anda da reaksiya verirlər. Sizin işiniz sadəcə olaraq onlara siqnal göndərməkdən ibarətdir. Əgər siqnal müsbətdirsə, cənab Qalib qabağa keçib işə başlayır. Eynilə siqnal mənfidirsə, cənab Məğlub hərəkətə keçir. Bu iki rəisin sizin üçün necə işlədiyini görmək məqsədi ilə belə bir təcrübəni sınaqdan keçirin. Öz-özünüzə bugün çox pis gündür deyin. Bu söz cənab Məğlubu hərəkətə gətirən siqnalı göndərir və o sizin haqlı olduğunuzu sübuta yetirmək üçün bəzi dəlillər istehsal edir. Siz havanın çox isti yaxud çox soyuq olduğunu, bugün işlərin pis gedəcəyini, satışların zəifləyəcəyini, insanların hirsli olacağını, xəstələnə biləcəyinizi, həyat yoldaşınızın əsəbi əhval-ruhiyyədə olacağı fikirlərin irəli sürür. Cənab Məğlub son dərəcə təsirlidir. Cəmi bir neçə saniyə içində sizi razı salır. Bugün pis gündür. Gün sizin xəbəriniz belə olmadan həqiqətən də pis bir günə çevrilir. Amma öz-özünüzə bugün nə gözəl gündür deyin. Dərhal cənab Qalibin hərəkətə keçməsi üçün siqnal göndərilir. O sizə bugün əsrarəngiz bir gündür. Hava mükəmməldir, həyat gözəldir. Bugün yığılıb qalmış işlər tamamlana, çətinliklərin bir hissəsi həll edilə bilər deyir. Ondan sonra həqiqətən də gözəl bir gün başlanar. Eynilə cənab Məğlub sizə nə üçün cənab Smithə heç nə sata bilməyəcəyinizi əsaslandırarkən, cənab Qalib sata biləcəyinizi göstərəcək. Cənab Məğlub sizi uğur qazanmayacağınıza razı salmağa çalışarkən, cənab Qalib nə üçün nail olacağınızı misallarla izah edəcək. Cənab Məğlub Tom haqqında yeni bir dəhşətli fikir istehsal edib irəli sürərkən, cənab Qalib Tomun nəyə görə sevdiyiniz barədə çoxlu səbəblər sadalayacaq. Bu rəislərdən hansına daha çox iş tapşırsanız, o bir o qədər güclənər. Cənab Məğluba daha çox iş versəniz, işçilərin sayını da artıracaq. Beyninizdə daha çox yer zəbt edəcək. Nəticədə bütün fikir istehsalat birliyinin idarəçiliyini öz əlinə keçirəcək və istehsal olunan fikirlərin hamısı bədbin təbiətə sahib olacaq. Burada yeganə məntiqli iş cənab Məğlubu işdən qovmaqdır. Ona ehtiyacınız yoxdur. Axı sizə bacara bilməyəcəyinizi, münasib olmadığınızı, uğur əldə etməyəcəyinizi və buna bənzər fikirlər deyən rəis nəyinizə lazımdır? Cənab Məğlub getmək istədiyiniz yerə çatmağınıza kömək etməyəcək. Ona görə də onu dərhal sıradan çıxarmalı, işinə son qoymalı, beyninizdən çıxarıb atmalı və bir də geri qayıda bilməyəcək şəkildə uzaqlaşdırmalısınız. Vaxtınızı bütünlüklə cənab Qalibdən istifadəyə həsr edin. Ağlınıza hər hansı bir fikir gələndə cənab Qalibdən sizin üçün işə başlamasını istəyin. O sizə necə bacara biləcəyinizi göstərəcək. İndi və sabah arasındakı vaxt intervalında ABŞ-da 11.500 yeni müştəri bazara çıxmış olacaq. Hər il əhali müəyyən dərəcədə çoxalmağa davam edir və yeni nəsillər iş həyatına atılır. Təsəvvür edin. Yeni sahələr, yeni bazarlar, yeni elmi təşəbbüslər, bunlar hamısı fürsət deməkdir. Bu yaxşı xəbərdir. Bu yaşamağın ən mükəmməl vaxtıdır. Bütün proqnozlar hər sahədə ən yüksək səviyyəli insanlara rekord səviyyədə ehtiyac olacağını göstərməkdədir. Bunlar başqalarına təsir edə bilmək, onların işlərini idarə etmək, onlara liderlik imkanları ilə xidmət etmək kimi üstün bacarıqlara sahib insanlardır. Rəhbər vəzifə tutan insanlar bütünlüklə peşəkar, yaxud hal-hazırda peşəkarlaşmaqda olanlardır. Onlardan biri də sizsiniz. Şübhəsiz,
Bu ehtiyac partlayışı fərdi uğuru üçün zəmanət vermir. Uzaq planda ABŞ davamlı olaraq böyüməkdə olan ölkədir. Amma elə ilk baxışdaca milyonlarla insanın əslində böyük əksəriyyətinin çırpındığını, lakin uğur qazana bilmədiklərini görmək çətin deyil. Son 50 il ərzində meydana çıxan inanılmaz fürsətlərə baxmayaraq, xalqın əksəriyyəti hələ də adiliyə, bəsitliyə ilişib qalmaqdadır. Gələcək sürətli böyümə mərhələsində əksər insanlar qayğı hiss etməyə, narahat olmağa, qorxmağa, etmək istədiklərini edə bilməməyə, özlərini önəmsiz, lazımsız, dəyər verilməyən, təqdir olunmayan fərd kimi hiss edərək sürünməyə davam edəcəklər. Nəticə olaraq nümayiş etdirdikləri şeylər onlara lazımsız mükafatlar, əhəmiyyətsiz xoşbəxtlik qazandıracaq. Yalnız özlərini uğurlu insana çevirə bilmək üçün necə düşünmək lazım gəldiyini öyrənən o ağıllı insanlar fürsətləri mükafata çevirə biləcəklər. İçəri girin. Müvəffəqiyyətin qapıları taybatay açıqdır. Həyatdan hər istədiyini ala bilən o seçilmiş qrupa daxil olacağınızı qeyd edin. Müvəffəqiyyətə aparan birinci addım elə budur. Bu, uğurun əsas addımıdır. Bu addımı diqqətdən qaçırmamalısınız. Birinci addım, özünüzə nail olacağınıza inanın. İnam gücünü inkişaf etdirmək. İnam gücü qazanmağın, onu inkişaf etdirməyin və gücləndirməyin 3 yolu var. 1. Uğuru düşünün. Uğursuzluğu düşünməyin. İş yerinizdə və evinizdə uğursuzluq fikirlərinin yerini uğur düşüncələri ilə doldurun. Çətin vəziyyətdə qaldığınız zaman bacaracağam deyə bilin. Yəqin məğlub olacağam deyə fikirləşməyin. Bir başqası ilə rəqabətə girəndə mən ən yaxşılarla eyni sıradayam deyin. Bunlar məndən daha yaxşıdırlar deməyin. Qarşınıza hansısa bir fürsət çıxanda bacarmaram deyil, bacara bilərəm deyə düşünün. Uğura aparan ən əsas fikrin bacaracağam düşüncəsinin sizin düşüncə dövrünüzə hakim olmasına şərait yaradın. Uğur haqqında düşüncə beyninizi uğur əldə etmək planları yaratmağa şərtləndirir. Uğursuzluğu düşünmək isə əksinə beyni uğursuzluğu yaradan digər fikirləri düşünməyə şərtləndirir. 2. Nizamlı şəkildə özünüzə fikirləşdiyinizdən daha yaxşı olduğunuzu xatırladın. Uğurlu insanlar metafizik gücə sahib supermenlər deyillər. Uğur super beyin gücü tələb etmir. Onun heç bir mistik tərəfi də yoxdur. Müvəffəqiyyət bəxtdən asılı deyil. Uğur qazananlar özlərinə və gördükləri işlərə inam formalaşdıran adi insanlardır. Əsla özünüzü zəif görməyin, sadəlöv olmayın. 3. Böyükcə inanın. İnamınız böyük olsun. Uğurunuzun miqyası inamınızın ölçüsü ilə təyin olunur. Kiçik hədəflər fikirləşin və kiçik uğurlar gözləyin. Böyük hədəflər düşünün və böyük uğurlar əldə edin. Bunu da unutmayın. Böyük fikirlər və planlar adətən kiçik fikir və kiçik planlardan daha asandır. Ən azından daha çətin olmadıqları dəqiqdir. General Electric Company-nin idarə heyətinin sədri cənab Ralph Kardiner bir liderlik konfransında dedi. Liderliyi məqsəd seçən hər insandan özü və müəssisəsi üçün ötəsinə bir fərdi inkişaf proqramı götürmək qərarlılığı gözləyirik. Heç kim bir başqasına inkişaf etmək əmri verməyəcək. Bir insanın öz ixtisas sahəsində geri qalması yaxud irəliləməsi o fərdin şəxsi məsələsidir. Bu inkişaf prosesi vaxt və fədakarlıq tələb edir. Kimsə bunu sizin yerinizə edə bilməz. Cənab Kardinerin tövsiyəsi məntiqlidir və tətbiq oluna bilər. Bunu yaşayın idarəçilikdə, satışda, mühəndislikdə, yazıçılıqda, aktyorluqda və başqa bütün sahələrdə yuxarı səviyyəyə çatan insanlar oraya etinayla və davamlı bir fərdi inkişaf və böyümə planını təqib edərək yüksəlirlər. Bu kitabın da tərtib etdiyi kimi, hər hansı bir təhsil proqramı 3 hissədən ibarət olmalıdır. Birincisi, məzmunu təqdim etməli, nə edilməlidir? İkincisi, üsulu göstərməli, necə edilməlidir? Üçüncüsü, dəyərini təyin etmə sınağından keçməli, nəticəyə varılmalıdır. Uğur üçün fərdi təlim proqramımızın nə hissəsi uğurlu insanların mövqe və üsulları əsasında tərtib olunur? Özlərini necə idarə edirlər? Maneələrin öhdəsindən necə gəlirlər? Başqalarının hörmətini necə qazanırlar? Onları adi insanlardan fərqləndirən nədir? Necə düşünürlər?
İnkişaf və böyümə planınızın necə hissəsi bir sıra dəqiq məlumat verən yol, həll yolu göstərən bələdçilərdir. Bunlarla hər fəsildə rastlaşacaqsınız. Bu bələdçilər işinizə yarayacaq. Onları tətbiq edin və nəticələri özünüz görün. Bəs təlimin ən vacib hissəsi nəticələr? Qısaca izah etsək, burada təqdim olunan proqramın etina ilə tətbiqi hal-hazırda sizə absurd kimi görünə biləcək ölçüdə uğur gətirəcək. Hissələrə ayrılmış uğur üçün fərdi təlim proqramınız bir sıra mükafatlar qazandıracaq. Ailənizdən daha dərin hörmət mükafatı, dostlarınız və iş yoldaşlarınız tərəfindən bəyənilmə mükafatı, özünüzü faydalı hiss etmək, fərqlənmək, vəzifə sahibi olmaq mükafatı, artan gəlir və daha yüksək bir həyat şəraiti mükafatı. Təliminizi özünüz idarə edib özünüz də həyata keçirəcəksiniz. Heç kim başınızın üstündə durub sizə nəyi necə etməyinizi deməyəcək. Bu kitab bələdçiniz olacaq, amma özünüzü yalnız özünüz anlaya bilərsiniz. Yalnız siz özünüzə bu təlimin tətbiqini tapşıra bilərsiniz. Yalnız siz əldə etdiyiniz irəliləyişi qiymətləndirə bilərsiniz. Yalnız siz hədəflərinizdən biraz yayındığınızı hiss edəndə düzəliş addımları ata bilərsiniz. Qısası, böyük və daha da böyük uğurlar qazanmaq üçün özünüzü elə siz özünüz öyrədəcəksiniz. Hal-hazırda araşdırma apara biləcəyiniz tam təchizatlı bir laboratoriyaya sahibsiniz. Bütün mühitiniz buraya daxildir. Sizin laboratoriyanız insanlardan mütəşəkkildir. Bu laboratoriya sizə insan davranışlarının mümkün olan hər növ nümunəsini təqdim edir və özünüzü öz laboratoriyanızda bir elm adamı kimi görməyə başladığınız andan etibarən öyrənə biləcəyinizin həddi-hüdudu yoxdur. Üstəlik, istədiyiniz müddətdə bu laboratoriyadan müstəqil istifadə edə bilərsiniz. Öz laboratoriyanızın müdiri kimi bütün elm adamlarının etdiyini müşahidə etmək və təcrübədən keçirmək istəyəcəksiniz. Bütün həyatı boyu ətrafı insanlarla əhatələnmiş olmasına baxmayaraq, çoxlarının insan hərəkətlərinin və davranışlarının səbəbini az anlaması sizcə qəribə deyilmi? Çoxu savadlı müşahidəçi deyildir. Bu kitabın vacib məqsədlərindən biri də insan hərəkət və davranışlarını müşahidə etmək, insan fəaliyyətinə aid dərin bir qavrama qabiliyyəti inkişaf etdirmək üçün özünüzü yetişdirməyə köməklik göstərməkdir. Özünüzə bəzi suallar vermək istəyəcəksiniz. Məsələn, nə üçün John bu qədər uğur qazandığı halda Tom güc-bəla ilə dolanacağı qədər qazanc əldə edir? Nə üçün bəzilərinin çoxlu dost tanışı var, bəzilərinin isə cəmi bir neçə? Nə üçün insanlar eyni şeyi bir nəfər deyərkən razılıqla dinləyir, bir başqası isə həmin şeyi dediyi halda heç ona qulaq da asmırlar? Təlimi bitirdiyiniz vaxt çox bəsit bir müşahidə ilə vacib məlumatlar əldə edəcəksiniz və əhəmiyyətli dərslər alacaqsınız. Burada savadlı müşahidəçi olmağınıza kömək edəcək 2 xüsusi tövsiyəmiz var. Bunun üçün tanıdığınız ən uğurlu və ən uğursuz 2 insan seçin. Sonra kitab üzrə irəlilədikcə uğurlu tanışınızın uğur prinsiplərinə necə bağlı olduğunu və onları necə tətbiq etdiyini izləyin. Əlavə olaraq bu 2 ən aşağı və ən üst nöqtədə olan insanı təhlil etmənin bu kitabda ümumiləşdirilmiş həqiqətlərin müdrikliyini görməyə kömək edəcəyinin fərqinə varın. Başqa bir insanla qurduğunuz təmas sizə uğurun yaranma və inkişaf prinsiplərinin necə işlədiyini görmək imkanı verir. Məqsədiniz uğurlu fəaliyyəti və əməlləri vərdişə çevirməkdir. Bir şey nə qədər çox təcrübədən keçirilirsə, o qədər qısa müddətdə köklü vərdiş halını alır. Çoxumuzun hobbi olaraq bitki yetişdirməyi xoşlayan dostlarımız var və hamımız onlardan belə bir söz eşitmişik. Bu bitkilərin böyüdüyünü görmək adamı çox həyəcanlandırır. Qulluğa və suya necə cavab verdiklərinə bax. Keçən həftəyə nisbətən nə qədər böyüdüyünü görürsənmi? Əlbəttə, insan təbiətlə diqqətli bir əməkdaşlığa başlasa, nələr baş verəcəyini müşahidə etmək həyəcanvericidir. Amma bu, sizin özünüzü etina ilə tətbiq etdiyiniz, idarə etmə proqramına göstərdiyiniz reaksiyaları müşahidə etməklə müqayisədə hiss edəcəyiniz sehirli gücün heç onda biri qədər də deyil. Gündən günə, aydan aya özünüzü daha da inamlı, daha təsirli və daha bacarıqlı hiss etmək çox zövq vericidir. Həyatda heç bir şey sözün əsl mənasında sizə uğura gedən yolda olduğunuzu bilmək qədər zövq yaşatmaz.
heç nə özünüzdən yüksək səviyyədə faydalanmaq, ola biləcəyinizin ən yaxşısı olmağa çalışmaq qədər böyük bir mübarizə tələb edə bilməz. İnsanlar, uğur qazanmaq barədə öz-özünüzə fikirləşərkən üzərində işləyəcəyiniz və araşdıracağınız tək şey insanlar olacaq. Uğur ilə mükafatlandıran prinsiplərin kəşfi və sonra bunları həyata tətbiq etmək üzrə insanları çox diqqətlə təhlil edəcəksiniz. Dərhal başlamaq istəyəcəyinizə inanıram. İnsanlarla bağlı çalışmalarınızda dərinə endikcə uğursuz insanların beyin öldürücü bir düşüncə xəstəliyindən istirab çəkdiklərini aşkar edəcəksiniz. Biz bu xəstəliyə bəhanəçilik deyirik. Hər uğursuzluğun tərkibində bu xəstəliyin təkmilləşmiş forması mövcuddur. Adi insanların əksəriyyətində bu xəstəliyin əlamətinə rast gəlinir, az olsa belə. Bu xəstəliyin inkişafda olan fərdlə əlində olanı belə qoruyub saxlamaqda çətinlik çəkən fərd arasındakı fərqi göstərdiyini öyrənəcəksiniz. Bu fərdin daha çox uğur qazandıqca bəhanə gətirməyə də o qədər az meyil göstərdiyini müşahidə edəcəksiniz. Amma heç yerə getməyən və harasa çatmaq üçün heç bir planı olmayan fərdin daima səbəblərini açıqlamaq üçün bir kitablıq dəlil və bəhanəsi var. Adi uğurlara sahib insanlar nə üçün böyük uğurlara sahib olmadıqlarını, nə üçün bacarmadıqlarını, nə üçün etmədiklərinin səbəblərini izah edib əsaslandırmaqda qətiyyən gecikmirlər. Uğurlu insanların həyatlarını nəzərdən keçirin. Adi bir insan tərəfindən irəli sürülən bütün bəhanələr uğur qazanmış insanlar tərəfindən də tapıla və istifadə oluna bilərdi. Lakin nə tapıldı, nə də istifadə olundu. Həyatın boyu kölgəsinə sığınmaq üçün bir, yaxud daha çox ciddi bəhanə tapa bilməyəcək iş adamına, hərbiçiyə, idarəçiyə, satıcıya, peşəkara ya da liderə heç rast gəlmədim və eşitmədim. Roosevelt ayaqlarının yer tutmaması bəhanəsinə sığına bilərdi. Truman ali təhsilli olmadığını bəhanə gətirə bilərdi. Kennedy, mən prezident olmaq üçün hələ çox gəncəm deyə bilərdi. Johnson və Eisenhower keçirdikləri infarktların arxasında gizlənə bilərdilər. Hər xəstəlik kimi bəhanəçilik də lazımi şəkildə müalicə edilmədiyi təqdirdə daha təhlükəli vəziyyət alır. Fikir xəstəliyinə yoluxmuş insan belə bir zehni mərhələdən kifayət qədər yaxşı yaraşdıra bilmirəm. Vəziyyətdən çıxmaq üçün hansı bəhanələri gətirə bilərəm? Baxaq görək. Səhhətin pisləşməsi, təhsilin azlığı, yaşlılıq, çox gənc olmaq, bəxtsizlik, tərslik, həyat yoldaşı, ailədən gələn qüsurlu tərbiyə, bu uğursuzluq xəstəliyindən zərər çəkən şəxs özünə yaxşı bir bəhanə tapıb seçən kimi ondan möhkəm-möhkəm yapışır. Sonra özünə və başqalarına niyə irəli gedə bilmədiyini izah edərkən həmin bəhanəyə söykənir. Beləliklə, xəstə bu bəhanədən hər istifadə edəndə bəhanə şuuraltının daha da dərinliyinə işləyər və özünə orada məskən salar. Fikirlər, mənfi və ya müsbət, daima təkrarla qidalanarsa daha da qüvvətlənər. Başlanğıcda bəhanəçi müdafiə dəlilinin az-çox yalan olduğunu bilir. Amma bunu tez-tez təkrarladıqca tamamilə düz olduğunu, kifayət qədər uğur qazana bilməməyinə bunun səbəbiyyət verdiyini qəbul edir və razılaşır. Deməli, özünüzü müvəffəqiyyətə hazırlama planınızda birinci əməliyyat özünüzü uğursuzluq xəstəliyi olan bəhanəçiliyə qarşı peyvənd etməkdir. Beləliklə, birinci fəslin sonuna gəldik, səhifə 32-yə qədər. Növbəti səsləndirmədə səhifə 33-dən və ikinci fəsildən davam edəcəyik. Qaçırmamaq üçün kanalıma abunə olmağı və zili açmağı unutmayın. Əməyimin qarşılığı olaraq isə kanalıma dəstək olmaq üçün videonu bəyənə və şərh bölümündə fikirlərinizi bölüşə bilərsiniz. Sağlıq və işıqla qalın.